110 minə yaxın, yəni pulum bu ortada mənim gedib. Mən İrandan 2020-ci il gəldik bura ki, iş quraq. 2 dənə öz çəkən yük maşınlarından aldım ki, iş işlədim. Maşının birini almışdım, öz adıma mənə çıxmışdı 38 minə. İkincisini alandan sonra həmin bu xanım Aruzu Nurayeva gəldi maşını tutturdu ki, maşın oğurluqdur. Dedi, maşın mənimdir. Aruzu xanım maşını götürdü, apardı. Aparandan sonra 5-6 gün çəkdi ki, Aruzu xanım gəldi, gəl maşını satım sənə. Biz bank işçisi yox, bəli. Narahat olma, borcun nə var? Ay-bay ödərsən. Dedi, nəyim var verərsən? Dedim, vallah, mənə bu maşın babəsinə ki, oğurluq çıxmışdı, o adam mənə pul vermədi. 5.000 pul verib, bir dənə də Mercedes maşın verib, bu varım. Dedi, neynə, Mercedes 5.000, 5.000 də pul verib, 10.000, 13.000 də ayda 1.300 ödərsən. Gəldi ki, yox, sən İran vətəndaşsan, çıxıb gedə bilərsən İrana, təzmin istəyirəm. Mənim 3 dənə maşın var idi. Bir dənə bəhmətə yük maşını, bir dənə Ciplipan, bir dənə də Assaman. Dedim, maşınlar keçitməyəm adıma. 6 aydan sonra ki, mən buna 12.000 pul ödəmişdim, yəni 13.000-dən 1000 qalırdı. Mən girib gəldim Türkiyəyə. Türkiyədən gəldən sonra dedilər ki, maşını götürdü bu xanım apardı. Zəhmət xanım, nə oldu? Dedi, pulum yubanır, sən nə ala bilmirəm, gecikdirirsən, nə edirsən? Maşınımı götürdüm, satdı. Dedim, yox, elə bir şey olmaz, mən pulumu istəyirəm. Dedi, elə eləsən bu maşınları orada satıb pulum verməyəcəyəm. Deməli, həm onun o maşını getdi, həm də sizin o 3 maşın getdi. 3 maşın da getdi. Hər zaman da mənə deyir ki, sənin başına görə nə oyunlar açacağam. Mənim bu maşınlarım 40.000 biridir, 40.000 biridir, 80.000, 12.000 ödəmişəm. Onlar 92.000, 15.000 maşınımın biridir. Onlar neçə 107.000. 4.000 də biri olsa, neçə olar? 110 minə yaxın, yəni pulum bu ortada mənim gedib. Bəs o maşını almışdınız birinci kreditlə kimdənsə. Ondan soruşdunuz, niyə görə? Mən aldığım adama zəh vurdım, dedi ki, tek pasport adıma, hər nə adıma mən də baxıb almışdım. Sənədləri düz idi. Allah bilir, əl idilər, əllərdən mənim başım çıxmır. Vəli əsas bu oldu ki, maşını dedilər, oğurlu çıxdı, əlimdən aldılar. Kimsiz ki? Baku TV-nin əməkdaşı Mürvət Zalikoğlu sizinlə danışan. Bizə müraciət edib Əli Baqeyi deyir ki, siz onu aldatmışsınız, avtomobili əlinə almışsınız. Qardaşım, o söhbət gedir, Binəqədidə cinayət işi açılıb, o yalan danışır. Başdan ayağa yalan danışır. Binəqədiyə gəlib maraqlana bilərsiniz. Cinayət işi açılıb, cinayət işi də gedir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumi İsrəfilli bildirib ki, bununla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.